Salam Bakı. Bugünləri Azərbaycan dili danışdığımda özümdə də. Mənim aralığımda bir dənə məsələ vardı. Valla Bakıda bu da hər yerindən duran ikinci, üçüncü, dördüncü, beşinci bir-birlərinə müraciət edəndə bir-birlərinə abi deyirlər. Valla mən bildiyimə görə Azərbaycan dilində abi sözü yoxdur. Abi sözü türk sözüdür. Türk sözü düzdür. Eğer düz demirəmsə, deyin ki, Faik düz demirsən, qardeşim. Abi, Faik abi yox ha, Faik qardeşim. Faik dost, Faik yoldaş, yəni ki, bey də deməyin mənə. Bey sözü ilə, bu abi sözünə başı mən pitibar eləmirəm. Ümumiyyətlə, mən qəbul edəmirəm bu iki dənə sözləri, müraciəti. Yəni, bu neyin əlaqədir da? Mənə baş salın da, özünüz başa düşürsünüzsə. Bu nə məsələdir? Amma bu bizim sözdür. Bu abi, bu sembolü indi hal-hazırda axır vaxtlar, axır aylar, illər Azərbaycanda təbliğ gedir ki, bizim öz Azərbaycan doğma Azərbaycan dilimizi inkişaf elətdirək. Bir-birimizə müraciət edəndə, yəni ki, başqa digər o xarici sözlərin istifadə eləməyək. Yəni ki, öz doğma Azərbaycan ədəbi dilində danışaq. Ədəbi dilində. Yəni mən əvvəlki videonun birində demişdim ki, yəni ki, prezident əvəzinə prezident deyirlər, prioritet əvəzinə prioritet deyirlər. Nə bilim, bu bir savadlıq, yəni ki, baş alıb gedir də ətraf mühitdə də. Yəni ki, kiməsə yaltaqlıq eləmək, yəni ki, belə yalalıq eləmək, yəni dabanını öpmək, nə öpmək. Yəni ki, bu nə deməkdir? Abi nə deməkdir? Abi türk sözüdür. Abi, qardaş deməkdir. Olan dildə. Amma bizim Azərbaycan dilində belə söz yoxdur. Müraciət yoxdur. Var qardaş, qardaş, qardaşım, qardaşım. Bakılılar dilə bilənsin. Nə deyirsən? Fikrinizi bildirin də. Fikrinizi bildirin. Yəni mən ümid eləmirəm kimsə burada öz yazıb öz fikrini bildirəcək. Yəni rus dillər aydın məsələdir. Mənim dillərim başa düşməyəcəklər. Yəni həm rus, həm Azərbaycan dillilərsə başa düşəcəklər. Rus dilini bilib Azərbaycanda başa düşənlər heç olmasa öz fikrinizi bildirin də bu videonun altında. Bu nə deməkdir? Bu nə abi məsələ deyil.